Hansı yaş qruplarında ümumiyyətlə həkim qorxusu daha çoxdur təcrübənizdə? Yəni bu daha çox təəssüflər olsun ki, biz hamımız nə ilə böyümüşük, mən özüm də. Yeməyini yeməsən həkim gələcək sənə iynə vuracaq. Niyə belə olub? Mən də baş çıxarda bilmirəm də oradan da. Uşağı həkimə aparanda uşaq ağlayır. Deyir ki, uşaq niyə ağlayırsan? Yəni əlbəttə ki, uşağı biz qorxutmuşuq gətirənə qədər. Mənim uşaqlığım həkimlə xoxan ikisinin də eyni şey olduğunu uzun müddət elə bildim ki, həkim xoxandır. Yəni mənə heç vaxt mənə deyilmir xoxan gəldi. Qonşu uşağına deyirdi xoxan gəldi, mənə deyirdi həkim gələcək indi. Yəni nə olur ona görə də istər-istəməz uşaqlıqdan başlayır bu həkimə qarşı bir qorxu yaranmaq, hiss yaranmaq. Uşaq yaşlarında əlbəttə ki, bu daha çoxdur. Bunu da biz yaradırıq. Biz uşağımızı həkimə qarşı artıq xəstəxanaya fobiyasını formalaşdırırıq ki, uşaq artıq ağ xalatlı görəndə başlayır qışqırmağa. Ona görə daha çox bu uşaq yaşlarında biz bunu müşahidə edirik ki, ona görə valideynlərdən burada dönə-dönə xahiş edirəm ki, yəni həkimlər xoxan deyirlər. Həkimləri xoxanla eyni bir tərəzidə qoymasınlar. Zakir bəy. Hansı yaş qruplarında ümumiyyətlə həkim qorxusu daha çoxdur təcrübənizdə? Yəni bu daha çox təəssüflər olsun ki, biz hamımız nə ilə böyümüşük, mən özüm də. Yeməyini yeməsən həkim gələcək sənə iynə vuracaq. Niyə belə olub? Mən də baş çıxarda bilmirəm də.